Hər kəsi salamlayıram. Bu videoda isə Codera yeni nəşrindən olan yazı işlərinin davamını çəkəcəm. Deməli, dərs 8-ə qədər var əvvəlki videolarda. Dərs 9-dan davam edək. Deməli, birinci verilib ki, daxil edilən n natural ədədi üçün verilmiş sıranın alqoritminin blok sxemini qur. S-i bu formada verib ki, 2-də 1 üstü 2, 4-də 1 üstü 4, üstəgəl 6-da 1 üstü 6 və s. plus 1 böl n üstü n. Əvvəlki videolarda da demişdim ki, bu tipli cəm olanda həmişə axıra baxın ki, düstur hansı formaya düşəcək. Bir dövrün başlanğıcına baxırıq, bir bitdiyi nöqtəyə baxırıq, bir də axırdakı alınan düstura. Dövrün başlanğıcı neçədən başlayır? 2-dən. Bu dövrün başlanğıcını əvvəldə qeyd edirik. Bir dənə yazırıq. I bərabərdir 2. Cəm olduğuna görə ilkin qiyməti 0 götürürük. Bunu da əvvəlki videolarda izah etmişəm nəyə görə 0 olmağını. 0 götürdükdən sonra indi dövr hara qədər gedir, yəni onu qeyd edirik. Və baxırıq ki, əslində n-in də qiyməti bizə məlum deyil. 2-dən hara qədər dövr gedir? N-ə qədər. N-in qiymətini bilmədiyimizə görə daxil etməliyik. Əslində ən əvvəldə n daxil edilməlidir. Bax, burada. Başlanğıcdan sonra daxil edirik n-i. İndi şərt blokun içərisində qeyd edirik ki, bu 2 nə qədər ki n-dən kiçik bərabərdir, o qədər dövr eləsin. Çünki 2-dən n-ə qədər dövr gedir və n özü də daxildir. Ona görə kiçik bərabər yazdıq. Bundan sonra indi düstur çıxartmalıyıq bu S üçün. Çünki cəmi hesablayan burada S-dir. S bərabər S-in ilkin qiyməti üstünə nəyə gəlirəm? Bu i-nin qiyməti 2-dir də. I-nin qiyməti sonra 2 vayda artıb 4 olacaq, 6 olacaq. Axırda i-nin qiyməti nəyə bərabər olacaq? Elə n-in özünə. Mən i-nin qiymətlərini burada topladığım üçün ona görə düsturda 1 bölünsün i, yəni n-in yerinə i yazıram. 1 böl i üstü də i yazacağam. Onda düstur elə belə alınır da. 1 böl i üstü i. Məsələn, axıra baxaraq düsturu tapdıq. Sonra baxırıq ki, i-nin qiyməti 2, 4, 6, 2, 2 artır. Ona görə yazırıq i bərabər i plus 2. Geri qayıdır buradan əvvələ. Nə vaxt ki, şərt ödənmir, dövrdən çıxaraq s-i çapa verir. Bu birinci sualı. 2. Daxil edilən natural ədədin ən böyük rəqəmi ilə ən kiçik rəqəminin cəmini çap edən proqram qur. Ədəd daxil eləyək. N bərabərdir int inputla. Müxtəlif üsullarla tapmaq olar, təbii ki. Birincisi, ədədin rəqəmlərini necə ayırırdıq? While vasitəsilə. Ədəd nə qədər ki, 0-dan fərqlidir ya 0-dan böyükdür, fərqi yoxdur. Nə qədər ki, 0-dan böyükdür, ədədi ona böləndə alınan qalığı ayırırdıq, bir də tam hissəni ayırırdıq. Bunu da əvvəlki videoda izah etmişəm. Məsəl üçün, 3457-dirsə, bir dənə də lap cüt rəqəm yazaq. Belə bir ədəddirsə, burada məsəl üçün, bunu ona böləndə qalıq bizə 2-ni verir, tam hissədə bu ədədi verir də. Yenidən əvvələ qaydanda şərt ödənir deyə bu ədədin özünü ona böləndə qalıq 7 düşür. Yenidən tam hissəni ayıranda 345 olur. 345-i təzədən ona böləndə qalıq 5 düşür. Tam hissə 34 düşür. 34-ü ona böləndə qalıq 4 düşür. Tam hissə 3 düşür. 3-ü ona böləndə qalıq 3 düşür. Tam hissə 0 olur. Yəni ədəd 0-a çevrilənə qədər dövr gedir və ədədin rəqəmləri həmin bu ona böləndə alınan qalıqlar çıxır. Bu qalıqlar ədədi rəqəmləri olduğu üçün bunların içindən ən böyüylə ən kiçiyi cəmləməliyik. Ən böyüyü, ən kiçiyi tapma funksiyası siyahılarda var idi da, maksimum və minimum. Onda əvvəldə bir dənə boş siyahı götürək və ədədin bu rəqəmləri olan k-ları əlavə eləyək həmin bu boş siyahıya. B.append.k. Onda B siyahısında ədədin ancaq rəqəmləri olacaq da bu formada 2, 7, 5, 4, 3. Artıq ədədin ən böyük rəqəmi ilə ən kiçik rəqəmini maksimum və minimumla cəmləməklə ala bilərik. Dövrdən çıxandan sonra yazaram ki, maksimum B plus minimum B və print D. Belə də tapmaq olar, ya da belə də yazmaq olar. N bərabərdir int input.
Düzdür. Yenə də ən böyüyü və ən kiçiyi tapma siyahılarda var, amma ədədi məsəl üçün birbaşa siyahıya keçirtmək olmur da. Fikirləşirəm ki, ədədi sətr tipinə çevirib sonra siyahıya çevirə bilərəm. Məsəl üçün ədəd bu idi da, 34572. Bunu sətrə çevirəndə, lap belə qalsın, heç nə fərqi. Bunu sətrə çevirəndə belə bir şey alınır. Sonra sətirdən də siyahıya çevirmək üçün list yazırıq. List eləyəndə ədədin hər bir rəqəmi siyahının elementinə çevrilir. Sadəcə ədəd kimi yox da, yəni sətr kimi siyahıda alınır. Amma fərqi nədir? Ədədləri də çeşidləsək, 1-dən 9-a qədər artan sırayla gedir. Sətr kimi də çeşidləsək, aski əlifbasına görə dırnaqda 1-dən dırnaqda 9-a artan sırayla düzülür. Dırnaqda 0-dan daha 9 doğrusu. Yəni burdan da məsəl üçün ən böyüyü tapanda maksimum dırnaqda 7-ni verir. Ən kiçiyi tapanda dırnaqda 3-ü verir. Yəni çünki aski əlifbasına görə də, yəni ədədlər də artan ardıcıllıqla düzülüb bu formada, rəqəmlər də. Onda belə yazarıq da, C bərabərdir maksimum n üstəgəl minimum n. Sadəcə olaraq burada nəyə fikir veririk? Burada maksimum olaraq dırnaqda 7, minimum olaraq dırnaqda 3 çıxır. Bunları ədəd kimi toplaya bilmirik də, sətr olduğuna görə birləşdirib belə toplayır. Ədəd kimi toplaması üçün qarşısına bir dənə int yazırıq. Bu formada int yazsaq, onda tam ədədə çevirib 7 üstəgəl 3 kimi toplayacaq print C. Yəni belə qısa da yaza bilərik, yəni heç while-a ehtiyac duymadan. Bu da bu formada. Sonra növbəti suala baxaq. Deyir, ata oğluna söz verib ki, hər gün alış-verişdən qalan qalıq pulları oğluna verəcək. Oğul isə o pulları deməli toplayıb velosiped almaq istəyir. Atanın hər gün alış-verişə ayırdığı pul A manat, xərclənən pul B manat, velosipedin qiyməti isə C olarsa, ən azı neçə gündən sonra velosiped ala bilər? Bunları daxil edək, çünki bilmirik. Yazırıq A bərabərdir int input. B bərabərdir yenə də int input. Eyni şəkildə C-ni də daxil edirik. Və A burada nəyi ifadə edir? Alış-verişə ayrılan pul hər gün amma. Məsəl üçün, hər gün mən 15 manat pul ayıram alış-verişə. Və B isə xərclənən puldur hər gün. Məsəl üçün, 10 manat da xərcləyirəm. Burada qalıq nə qədər qalır? 5 manat. Deyir ki, həmin o qalıq pulları ki toplayır, o qalıq pulları ata oğluna verir. Məsəl üçün, bu 5 manatı. Və o qalan pulları, qalıq pulları toplayıb velosiped almaq istəyir. Velosipedin qiyməti isə C manatdır. Məsəl üçün deyirəm, 200 manatdır velosipedin qiyməti də. Bu 5 manatları, yəni nə qədər toplayıb hər gün 200 manata çata bilər də, yəni velosiped almaq üçün. Bu dövrlə yəni yarada bilərik. Çünki 15 yox, başqa qiymətlər də ola bilər. Məsəl üçün, hər gün ayrılan pul 30 manat da ola bilər, xərclədiyi pul 10 manat olar. Yəni, onda fərqli cür alınır. Yəni, beləliklə, məsəl üçün, 200 manat olanda velosipedin qiyməti hər gün 5 manat qalırsa, 40 gün sonra artıq tamamlanır da. 200 manata çata bilir. Amma, məsəl üçün, deyirəm, qiymətlər ayrı olanda günlərin sayı fərqli olur. Deməli, nə qədər dövr edəcəyimizi bilmiriksə, while-dan istifadə edirik. Və nə qədər dövr eləyirik? Yəni, bu həmin əldə olan pulun, xərclənən pula aldığı qalıq, bu velosipedin qiymətindən kiçikdirsə, onda dövr elə. Onda əvvəldə belə bir ifadə yazaq ki, A-nı B-yə böləndə alınan qalıq. Yəni, hər gün ayrılan pulu, xərclənən pula böləndə alınan qalıq, bu 5 manat. Nə qədər ki, kiçikdir velosipedin qiymətindən, o qədər dövr elə. Və biz hər gün bu K-nı artırırıq axı. Hər gün K bərabər K üstəgəl yazacağıq A-nı B-yə böləndə qalıq. Məsəl üçün, birinci gün oldu 5 manat. İkinci gün yenə 5 manat qalır axı qalıq. Çünki hər gün eyni qədər xərcləyir də, eyni qədər deməli 15 manat ayırır, 10 manat xərcləyir, qalıq pul 5 qalır. Bu 5-in üstünə növbəti gün yenə 5 gəlirəm. Belə-belə dövr edirəm, 5 gələrək davam edirəm. Deyir, neçə gündən sonra yəni velosiped ala bilər? Günlərin sayını 3-ə, burada bir dənə yazıram S bərabər 1. Yəni sayma üçün biz nə yazırdıq? S bərabər S üstəgəl 1, ki, yəni 1-1 sayısında. Niyə əvvəldə 0 yox 1 götürdüm? Çünki bu 15-i 10-a böləndə qalıq ki 5 qalmışdı da. Bu elə birinci gündür yəni.
Birinci gün 5 manat, yəni əldə elədi. Birinci günü aldım, indi birinci gündən sonrasını saysın, yəni dövrün daxilində. Və beləliklə dövr gedəcək, axırda S-in qiymətini çapa verəcək. Hə, bu ümumiyyətlə bitdi. Dəst 9, keçək o birinə, dəst 10-a. Yenə də deyir blok sxem tərtib edin. S bərabər yazaq. 1 bölünsün 1-in kvadratı vur 2, çıxaq. 1 böl 2-nin kvadratı vur 3, üstəgəl. 1 böl 3-ün kvadratı vur 4, çıxaq və s. 1 böl 99-un kvadratı vur 100. Yenə də dövrün başlanğıcına və bitdiyi nöqtəyə baxmalıyıq. Baxıram ki, əgər bir i bərabər 1 götürsəm dövrün başlanğıcını. Məsəl üçün, i-ni 1 götürsəm bu 2-ni nətər göstərərəm? i plus 1 ilə, düzdürmü? Deməli, onda dövr 1-dən neçəyə qədər gedir? 99-a qədər. i-nin qiyməti 99 olanda da 100-ü i plus 1 ilə göstərəcəm. Deməli, dövr 1-də başlayıb, 99-da bitib. Onda başlanğıcdan sonra burada yazırıq i bərabərdir 1. Yəni, dövrün başlanğıcını qeyd edirik. Daha sonra baxıram ki, bu S cəmi hesablayıb da, ona görə bir dənə S bərabər 0 götürürəm. Amma bir dəfə mənfi, bir dəfə müsbət. Mənfi müsbət ardıcıllığı dəyişir. Bunu necə tənzimləyə bilərik? Bu ədədi, yəni ilk aldığım, bax bu düsturu 1-ə vursam, onsuz da bir şey dəyişmiş ki, elə həmin özü alınır da. Amma növbəti dəfə alınan bu hissəni mənfi 1-ə vursam, bu hissəni uca mənfiləşir. Sonra o mənfi 1-in özünü mənfi 1-ə vursam müsbətləşir axı. Növbəti dəfə işarə müsbət alınır. Deməli, işarəni dəyişmək üçün əvvəldə bir dənə k bərabər 1 götürürəm. Çünki 1-ə vurmağın onsuz bir mənası yoxdur. Mənfi müsbəti dəyişmək üçün. Bundan sonra dövr hara qədər gedir, bunu yazırıq. i-də başlamışdı, 99-da bitmişdi, yəni. Bura qədər dövr gedir. İndi düstur çıxardırıq. S bərabər S üstəgəl i-nin qiyməti 1-dir də, onda baxıram ki, surət ancaq 1 qalıb, ona görə surəti 1 kimi saxlayıram. i-nin yerinə 1 yazmışamsa, onda i, baxıram ki, ancaq da kvadratdır, ona görə kvadratı qalır, vurulsun. 2-ni də əgər i 1-dirsə, i plus 1 ilə ala bilərəm. Məsəl üçün, növbətidə i-nin qiyməti 2 olanda, i plus 1 də 3 verəcək. Deməli, düstur düşür bu formaya. Buranı siləyim ki, davam eləyəcək, çünki hələ düstur. Deməli, bura yazıram. 1 bölünsün, i-nin kvadratı vuraq, i üstəgəl 1. İndi bunun özünü də bir dənə vururam k-ya. Axı dedik, yəni müsbət mənfini tənzimləmək üçün bir dənə 1-ə vurma ilə davam edirik. Bundan sonra k-nı mənfiləşdirirəm. Yazıram k bərabər mənfi k. Axı i-də yəni 1 qalmayacaq, 1 artmalıdır da. 1-dən sonra qiyməti 2 olur. i plus 1 ilə artırıb dövrə geri qaytarır. Və yuxarıda fikir versək, 1, sonra 2, 3 ardıcıl gedir, yəni qiymətlər. Nə vaxt ki, şərt ödənmir, dövrdən çıxacaq və S-in axırıncı qiymətini çapa verəcək. Məsəl üçün, 1 idi də, növbəti dəfə mənfi 1 olur, gəlir bu düsturu mənfiyə vurur. Ona görə bu hissədə mənfi alınır. Sonra mənfi 1-i mənfiyə vuranda müsbət eləyir, axı növbəti dəfə gəlir, işarə müsbətləşir, elə yəni müsbət mənfi olaraq davam eləyir. Sonra ikinci suala da baxaq. İkinci sualda isə verilib ki, daxil edilən natural ədədin ortadakı rəqəmini çapa verən proqram yaz. Əgər ədədin rəqəmlərinin sayı cütdürsə, ortada ədəd yoxdur ifadəsi çap olunsun. Ədədi daxil etdik. Həqiqətən də ədədin rəqəmlərinin sayı cütdürsə, ortada ədəd çıxmır axı, ortada rəqəm. Məsəl üçün, belə bir ədəddirsə, bu tərəfdən də, bu tərəfdən də sayanda ortaya ədəd qalmır. Onda şərt verirəm ki, əgər əvvəlcə indi göstərək görün bu ədədin rəqəmlərinin sayının cüt olmasını nətər göstərərik?
Təbii ki, ədədin, yəni rəqəmlərini birbaşa saymaq üçün funksiya yoxdur. Amma sətirlərdə siyahıda len funksiyası var. Birbaşa simvolları sayan. Onda bu n-i sətir tipinə çevirsəm, sonra yaza bilərəm ki, k bərabərdir bir dənə len n. Əgər bu k, yəni sətir kimi olanda artıq götürə biləcək də simvolların sayı. K-nı 2-yə böləndə qalıq 0-dırsa, yazsın print orta rəqəm yoxdur. Çünki cütdür də, cüt olanda orta rəqəm düşmür. Bəs tək olanda necə tapırıq? Tək olanda yenə lenlə bir şey fikirləşməliyik. Bunu indeksləsəm 0, 1, 2, 3, 4 kimi. Len isə nəyi verir burada? 1, 2, 3, 4, 5. Bu 5-i 2-yə böləndə tam hissə 2 düşür də, gəlib həmin bu ortadakı rəqəmin indeksinə düşəcək. Və yaxud başqa bir ədəd götürək. Məsəl üçün rəqəmlərin sayını biraz artıraq. Bunu neçədən oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8. Onda bir dənə də artıraq olsun 6. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 kimi nömrələyək. Len 9 vermişdi. 9-u 2-yə böləndə tam hissə 4 düşür. Bax, ortadakı rəqəmin indeksinə düşür. Deməli, orta rəqəmi bu formada artıq tapa bilərik. İndi k, yəni len n cüt deyilsə, əks halda təkdir də. Tək olanda onda belə tapacağam ki, həmin bu n-də k-nın, yəni len n-in 2-yə bölünməsindən alınan tam hissə. Yəni n-də k-nı 2-yə böləndə tam hissə nə düşür burada? 2, n-də ikinci element verir 3-ü. Onda elə 3-ü çapa versin. Bu belə. Sonra növbəti suala baxaq. 3-cü suala. 3-cü sualda isə verilib ki, rəqəmləri cəmi 10 olan bütün 3 rəqəmli natural ədədlərin ədədləri çap edən proqram var. Deməli, rəqəmləri cəmi 10 olan bütün 3 rəqəmli ədədlər deyirsə, bütün 3 rəqəmli ədədləri bir-bir yoxlamalıyıq ki, hansıların rəqəmləri cəmi 10 edir. Deməli, burada dövr gedir. Amma dövrlərin sayı bizə məlumdur. Çünki 3 rəqəmli ədəd 100-də başlayır, 999-da qurtarır. Dövrlərin sayı məlumdursa, onda for dövründən istifadə edirik. Yazırıq for i in range 100-dən 1000-ə yazıram ki, 999-un özündə götürsün. i-nin onda birinci qiyməti elə nəyi verir? 100-ü. Sonra 101-i bu qayda ilə gedir. Məsəl üçün 3 rəqəmli bir ədəd götürək də 345 tutaq ki. Bu ədədin rəqəmlərini bir-birinə tər götürərik. Hamısı 3 rəqəmli olduğuna görə onda dövrün daxilində 3 rəqəmli ədədin axırıncı rəqəmini belə götürə bilərik. i-ni 10-a böləndə qalıq. Bu verdi 5-i. İlk rəqəmi 3 rəqəmli olduğu üçün hamısında birinci yüzlü idi də. Deməli, i-ni 100-ə böləndə tam hissə 3-ü verir. Orta rəqəmi isə belə götürərik ki, i-ni 10-a böləndə alınan 34-dən 4-ü götürmək lazımdır. i-ni 10-a böləndə alınan tam hissənin 10-a bölünməsindən alınan qalıb. 34-ü 10-a böləndə tam, daha doğrusu 345-i 10-a böləndə tam hissə 34 eləyir. Bunu da 10-a böləndə qalıb 4 düşür. Deməli, 3 rəqəmi də götürdük. Deyir, bu rəqəmlərin cəmi 10-dursa əgər. Bir dənə k yazaram, a plus b plus c. Yəni, əgər bu k bərabərdirsə 10-a, rəqəmləri cəmi 10-dursa, onda həmin ədədləri çapa ver deyir. Ədədin özü isə i-dir. Onda yazıram print i. Yəni, 3 rəqəmli ədədin özünü çapa versin. Bu da belə. Sonra 11. Daxil edilən n-ə qədər natural ədədin faktorialını çapa verən n də daxil olmaqla blok sxem qur. Deməli, n-in qiyməti bilinmirdi, yenə əvvəlcədən daxil edirik. Məsəl üçün, n 5-dirsə 5 faktorial tapmalıyıq da, yəni. Bu nə deməkdir? 1 vur, 2 vur, 3 vur, 4 vur, 5. Yəni, n 5-dirsə 1-dən 5-ə qədər ədədlərin hasili. N 100-dürsə 1-dən 100-ə qədər ədədlərin hasilini hesabla. N neçə olursa olsun, dövr 1-dən başlayır da. Çünki 1-dən həmin ədədə qədər hasili hesablayırıq. Ona görə dövrün başlanğıcı kimi yazırıq 1.
Hasil olanda isə ilkin qiyməti 1 götürürdük. Çünki 1-i nəyəsə vuranda bir şey dəyişmir, amma 0 götürsəm 0-a çevrilir hasil. Dövr hara qədər gedir? N-ə qədər. 5-dirsə 5-ə qədər, 100-dürsə 100-ə qədər. Ona görə yazıram. I nə qədər ki, kiçik bərabərdir N-dən dövr elə. Və deyir N özü də daxil olsun. Kiçik bərabər yazmışıq. İndi hasili hesablayacaq. Hasil də elə P-də axı. Yazıram P bərabər. P vurulsun I. Təbii ki, I 1-dirsə, sonra 2 olmalıdır, sonra 3 olmalıdır ki, 1-1 artsın. Ona görə yazırıq I plus 1. Əvvələ geri qaytarıb, nə vaxt ki, şərt ödənmir, onda P-ni çapa verir. Belə, daha sonra növbəti. Daxil edilən natural ədədin ikilik say sistemində ifadə edərək həmin ədəddəki birlərin sayını tap. Ədədi daxil edək int inputla. Bu ədədi əvvəlcə ikiliyə çevirməliyik. Məsəl üçün bir onluq ədəd götürək də 6. Biz bunu onluqdan ikiliyə çevirəndə 2-yə bölürük, düzdürmü? Tam hissəni ayırırıq, bir də qalığı götürürük. 2-yə bölürük, tam hissəni ayırırıq, sonra qalığı götürürük. Gördük ki, 2-yə bölünmür, qalıqları axırdan əvvələ yanaşı düzürük. Deməli, bu proses dövr eləyir də, təkrarlanır. Hər dəfə 2-yə böləndə tam hissə ilə qalığı ayırırıq. Ta ki, hara qədər? Axırıncı ədədi 2-yə böləndə tam hissə nə düşür? 0. Deməli, ədəd 0-a çevrilənə qədər biz bu dövrü təkrarlayırıq. Bu dövrlərin sayı bizə məlum deyil. 6-da məsəl üçün dövr az getdi. 1024 olsa dövr çox gedəcək. Ona görə şərtli dövrdən istifadə edirik. Nə qədər ki, ədədimiz 0-dan böyükdür, dövr elə. Nəyi təkrarlayır? Ədədi 2-yə böləndə alınan qalığı götürürük, eləmi? Bir də tam hissəni ayırırıq. N bərabər N-i 2-yə böləndə tam hissə. Bizə bu qalıqlar lazımdır. 2-yə böləndə alınan ki, bu qalıqlar var. Bunları sətir tipində toplamalıyıq. Çünki mən bunları ədəd kimi toplasam 2 alacam. Yanaşı formada belə düzmək üçün onları sətir tipində toplamalıyam. Çünki belə toplasam ancaq yanaşı düzər. Amma 6-nı 2-yə böləndə ilk qalıq 0 düşür. Yəni K-nın birinci qiyməti 0 olur, sonra 1 olur, sonra yenə 1 olur. Mən bunları belə toplasam, bu formada toplasam düz almayacam. Mənə belə lazımdır cəm. Ümumiyyətlə, sətir tipində cəmləmək üçün əvvəldə bir dənə boş sətir götürürəm. Sonra yazıram S bərabərdir. İndi baxaq. S üstə gəl STR K yazsam, nətər düzülər? Dırnaqda boşluğun üstünə gələcək STR K-nı, yəni dırnaqda 0-ı. Sonra dırnaqda 0-ın üstünə gələcək dırnaqda 1-i. Axı belə olanda bu formada toplayacaq. Mənə isə belə lazımdır. Onda yerlərini dəyişirəm. Çünki sətir tipində toplamağın fərqi var da. Hansını birinci yazsaq, onu götürür. Yazırıq STR K üstə gəl S. Onda STR K verir, deməli dırnaqda 0-ı, üstünə dırnaqda boşluğu gəlsək dırnaqda 0 alınır. Sonra STR K, yəni dırnaqda 1 üstə gəl dırnaqda 0 alınır 1 0. Və bu formada sonra STR K dırnaqda 1 üstə gəl 1 0 alınır 1 1 0. İkiliyə çevirdik. Çevirdikdən sonra deyir, alınan ədəddə olan birlərin sayını tap. Onsuz da sətir tipində toplamışıq axı. Dırnaqda 1-1-0 almışıq. Sətirdə də təkrar simvolları sayan bilirik ki, countdur. Dövrdən çıxandan sonra yazarıq bir dənə D bərabər. Alınan sətir S-dir də. S nöqtə count dırnaqda 1. Yəni birlərin sayını tapsın və print D. Sonra növbəti sual 3. Verilmiş bu siyahının, deməli, götürək siyahını belə. 34, 142, 40, mənfi 63, 85 və 47. Bu siyahının cüt elementlərinin cəmi tək nömrələrinin isə hasili. Deməli, cəm və hasil olduğuna görə bir dənə cəm üçün 0 yazıram, hasil üçün 1 yazıram. Deməli, qeyd eləmişdim ki, əvvəlki videolarda da siyahı və yaxud sətir olsun, fərq etməz. Əgər siyahı və sətirdə nömrə, yəni indeks və elementdən söz keçirsə, onda bu yazılışdan istifadə edirik. Çünki bu yazılışda
i-nin qiymətləri həmin siyahının indeksləri olur. Yəni elementlərinin indeksi. Və nömrələsək bu siyahını 0, 1, 2, 3, 4, 5 kimi. Len nəyi verir burada? 1, 2, 3, 4, 5, 6-nı verir. i-nin qiyməti onda ilə 0-dan 6-ya kimi 6-nın özü daxil olmur da. Həmin siyahının indeksləri olur. İndeksləri belə göstərir. Elementi də belə yazarıq da. A-da i-nci element. Məsəl üçün i0-dırsa, i0-dırsa tutaq ki, A-da 0-cı element nəyi verir elə? 34-ü. Və yaxud A-da 1-ci element nəyi verir? 142-ni. Yəni elementi isə bu qaydada göstərir. Onda şərt verməliyik. Çünki deyir ki, cüt elementlərinin cəmi. Yəni əgər A-da i-nci elementi 2-yə böləndə qalıq 0-dırsa, yəni element cütdürsə, onda cəmlə. Cəm üçün də yazırıq S bərabər S plus A-da i-nci element. Yəni cüt elementlərini cəmləyirəm. Tək nömrələrinin isə hasili deyir. Burada else yaza bilmərəm. Çünki else olanda tək elementləri götürür də. Yəni element cüt deyilsə onda təkdir. Əks halda yeni bir şərt vermək üçün isə elif yazırıq. Əks halda yeni bir şərt verirəm ki, əgər nömrə nə idi? I idi də indekslər. Əgər i-ni 2-yə böləndə qalıq 1-dirsə, yəni nömrəsi təkdirsə, onda hasili tapsın. P bərabər P vuraq I. Tək nömrələrinin də hasilini hesablayırıq və dövrdən çıxandan sonra yazırıq. Print SP. Bu da olur 11, sonra 12. Verilib ki, daxil edilən n natural ədədi üçün bu sıranın cəmini çapa verən blok sxemi qur. S bərabər verilib 7, 8 plus və s. n plus 1. Deməli, dövrün başlanğıcı 7-də başlayır, n plus 1-də isə bitir. N-in qiymətini yenə də bilmədiyimiz üçün daxil etməliyik. Burada bir dənə n. Dövrün başlanğıcı kimi yazıram i bərabər 7. Və hara qədər yəni dövr gedir? N plus 1-ə kimi. Sadəcə burada cəmdir deyə ilkin qiyməti bir də yazırıq. S bərabər 0. Və şərt bloku çəkirik, qeyd edirik ki, i nə qədər ki kiçik bərabərdir N plus 1-dən, o qədər dövr et. Yəni, çünki N plus 1-in özü də daxildir də, yəni bu dövrə. Hər qoluna gələcək, S bərabərdir, S üstə gəl, i-ni hesablayacaq. Həmin bu i-ləri cəmləyəcək. i-də neçə artır burada? 7, 8, məlum məsələ ki, 1 artır. Ona görə i-ni də 1 vaid artırırıq. Və dövrə geri qayıdır. Nə vaxt ki, şərt ödənmir, s-i çapa verir. Bu da sadə idi. Sonra o birinə baxaq. Növbətidə verilib ki, daxil edilən natural ədədin bölənləri cəmini çapa verən proqram qur. N bərabərdir int inputla ədədi daxil etdik. Bu ədədin bölənlərinin cəmini tapmalıyıq. Yenə cəm var. Ona görə yazıram. Bir dənə S bərabər 0. Məsəl üçün, ədəd 6-dırsa bunun bölənləri nədir? 1, 2, 3, 6. Və yaxud ədəd 8-dirsə bölənləri nədir? 1, 2, 4, 8. Deməli, istənilən ədədin bölənləri 1-dən özünə bölünən ədədlərdir. Və bunları tapmaq üçün biz burada dövr yaratmalıyıq. Çünki 6, 8 yox 100 olsa, 100-ün bölənləri çoxdur. Özünə qədər ədədlərdən hansılara bölünürsə, onları götürməliyik. Onda yazarıq ki, for i in range özünə qədər necə götürərik? 1-dən n plus 1-əcən yazarıq. Məsəl üçün, n 6-dırsa, 6 plus 1 7-ni verir. 1-dən 7-yə qədər ədədləri götürürük. İndi şərt verirəm ki, əgər ədədim, yəni n, bölənlərinə bölünürsə, çünki i-nin qiyməti buradan 1-dən 6-ya qədər bütün qiymətləri götürür. Və həmin ədəd özünə qədər ki, ədədlərə bölünürsə, onların cəmini tapmalıyıq. Yəni, bölənlərini cəmləməliyik. Və dövrdən çıxıb yazırıq print S. Sonra növbəti sual. Siyahı verilib 34, 142, 40, mənfi 63, 85 və 47. Bu siyahının ən böyük elementini və indeks nömrəsini
Sadədir ki, siyahıda ən böyük tapma funksiyası bilirik ki, maksimumdur. Hamısı da ədədlərdir. Onda yazarıq B bərabərdir maksimum A. Elə buradan maksimum bizə 142 verir. Həm deyir ən böyük elementini çapa ver, həm də bunun indeksini. Siyahıda da indeksi tapan elə indeks metodu var. A nöqtə yazarıq indeks B. Yəni A-da, A siyahısında B-nin indeksini çapa ver bu formada. Test 13. Birdən n-ə qədər cüt natural ədədlərin hasilini çap edən alqoritmin blok sxemini qur. Dövr n-ə qədər gedir, n-in də qiyməti bilinmirdi, yenə daxil edirik. Daxil edilən n-ə qədər cüt ədədlərin hasilini. Ən kiçik cüt natural ədəd 2-dir də. Deməli, n-ə qədər cüt natural ədədlərin hasilini çapa verirsə, 2 vur, 4 vur, 6, yəni bu formada davam edəcək. Ta ki n məsəl üçün 100-dürsə 100-ə qədər, 200-dürsə 200-ə qədər belə. Onda hasil olduğuna görə ilkin qiyməti 1 götürürük və dövrün başlanğıcı da 2-dir deyə yazırıq i bərabər 2. Və burada hasil üçün yazırıq bir dənə p bərabər 1. Şərt veririk ki, nə qədər ki i kiçikdir bərabərdir n-dən, o qədər dövr elə. N-ə qədər çünki dövr gedir. Yazırıq p bərabərdir, p vurulsun i. Və i burada 2 artmalıdır, ancaq cütləri götürməlidir də. Ona görə yazırıq i bərabər i plus 2, dövrə geri qayıdır. Nə vaxt ki şərt ödənmir, dövrdən çıxır, p-nin qiymətini çapa verir, yəni hasili. Sonra belə bir siyahı verilib. Bu siyahıda müsbət elementlərin cəminin 6-ya bölünüb bölünmədiyini çapa ver. Əgər indeks sözü keçmirsə, yəni siyahıda element və indeksdən müraciət etmiriksə, birbaşa elementləri bu formada götürmək daha rahatdır. Çünki i-nin qiyməti burada siyahının elementlərinin özü olacaq. Birinci i-nin qiyməti mənfi 34, sonra 142 və s. olacaq. Müsbət elementləri deyirsə, onda şərt verməliyəm. Əgər i sıfırdan böyükdürsə, müsbət elementləri cəmlə. Cəm üçün əvvəldə 0 götürən bir dənə yazıram s bərabər s plus i. Cəmlədir müsbətləri. Və bitirəndən sonra cəmi deyir, həmin bu cəmin 6-ya bölünüb bölünmədiyini yoxla. Onda dövrdən çıxandan sonra şərt verirəm ki, əgər bu s, yəni cəm 6-ya bölünürsə, yazıram print hə, yəni bölünür. Əks halda yazıram print no, yəni bölünmür. Bu da belə. Sonra qalır axırıncı sual. Rəqəmlərin müxtəlif natural ədədin ən böyük rəqəmindən başqa digər rəqəmlərinin cəmini çap edən proqramı Python dilində yaz. Ədəd daxil elədik int inputla. Yenə də ən böyüyü tapma funksiyası, həmçinin cəm funksiyası siyahılarda var. Mən ədədin rəqəmlərini siyahıya yığmağı fikirləşirəm. Məsəl üçün, ədəd belədirsə, 5, 7, 6, 2, 9, ən böyük rəqəmindən başqa, 9-dan başqa deyir, qalanlarının cəmini çapa ver. Ümumiyyətlə, ədədin rəqəmlərini bir-bir bu siyahıya yığsam, maksimumdan başqa qalanlarının cəmini taparam da onda. Və ədədin rəqəmlərini bayaq da yazdıq. Elə bundan əvvəlki misallarda var idi. Nə qədər ki n sıfırdan böyükdür, n-i ona böləndə alınan qalıq və tam hissə ilə ayırdıq. Təkrar izah etmirəm, çünki bayaqki misalda var idi. Həmin bu ədədin rəqəmləri k-lar idi da. Bu k-ları bir dənə boş bir siyahıya əlavə etsəm, yəni ədədin rəqəmlərini, onda siyahı yaranacaq belə. Yəni, təbii ki, 9-dan başlayaraq əlavə edəcək. Axırda yəni fərqi yoxdur. Ədədi rəqəmləri siyahıda düzüləcək. Və buradan maksimumu çıxsam, qalanların cəmini taparam da. Yəni, ən böyüyündən başqa qalanların cəmi. Onda yazaram bir dənə c bərabərdir. Sum b-dən çıxaram maksimum b-ni.
O bütün rəqəmlərin cəmini tapacaq, yəni siyahının bütün elementlərini cəmləyəcək. Oradan maksimumu çıxacaq. Onda ən böyük rəqəmdən başqa qalanların cəmini tapmış olacaq. Bu da belə gələn videolarda görüşənədək.